Salam dəyərli müəllimlər, bugün sizə yeni bir video təqdim edirəm. Bu videoda həm sertifikasiya, həm də müəllimlərin işə qəbulu imtahanına hazırlaşanlar üçün bir neçə faydalı məlumat qeyd edəcəyəm. Bu məlumatlar nələrdən ibarətdir? Burada əsasən toxunacağımız məsələlər sifətlə bağlıdır. Sifətdə dərəcə əlamətləri ilə bağlıdır. Bilirsiniz ki, azaltma dərəcəsi iki yolla yaranır. Morfoloji və sintaktik yolla. Sintaktik üsulla bəzən kəm, təhər, açıq sözləri var ki, bu sözlər bəzən başqa bir sözlər üzərinə artırılanda sintaktik üsulla azaltma dərəcəli sifət əmələ gətirmir. Yəni, bu demək deyil ki, həmişə üzərində kəmdir, təhərdir, açıqdır bu sözləri görəndə biz o sözləri sintaktik üsulla əmələ gəlmiş azaltma dərəcəli sifət götürək. Yəni, kəmdir, təhərdir, açıqdır bunlar bəzən sifətin dərəcə əlamətini yaratmaya da bilərlər, əmələ gətirməyə də bilərlər. Eyni zamanda çoxaltma dərəcəsində bilirsiniz ki, çoxaltma dərəcəsində sintaktik üsulla tünd sözü vasitəsilə də yarana bilər. Həmin o tünd sözü rənglərin üzərində olanda təbii ki, çoxaltma dərəcəli sintaktik üsulla əmələ gəlmiş sifət hesab olunur. Bəzi sözlər var ki, tünd sözü orada dərəcə əmələ gətirmir. Yəni, sintaktik üsulla dərəcə əmələ gətirmir. Hansı sözlərdir? Bax, bu məsələlərə toxunacağıq. Eyni zamanda kökü sifətlə amonim olması məsələn, yəni bəzi sözlər verəcəyəm. Həmin sözlərin kökünün sifətlə amonim olması məsələsinə toxunacağam. Bu da bilirsiniz ki, müəllimlərin işə qəbulu müsabiqəsində həm də sertifikasiya imtahanında daha çox lazım olur. Yəni, kökün sifət olmasına və necə sifət götürülməsi məsələsinə həmin sözün də yəni kökün də sifətlə amonim olması məsələsinə bu video vasitəsilə toxunmağa çalışacağam. Müəyyən məqamlarda isimdən də məlumat verəcəyəm və zərflə də bağlı bir neçə məsələyə toxunacağıq. Mövzumuzun, qızıl qaydamızın izahına keçməmişdən əvvəl qeyd edeyim ki, əgər bu tipli videoları kanalımızda görmək istəyirsinizsə, kanalımıza abunə olmağı yaddan çıxarmayın. Bilirsiniz ki, nə qədər çox abunə sayı artarsa, biz də bir o qədər çox sizə dəstək olmağa çalışacağıq. Eyni zamanda bizə dəstək olmaq üçün videonu bəyənməyi, rəy yazmağı və videonu paylaşmağı da unutmayın. İndi isə başlayaq mövzumuzun, yəni qızıl qaydamızın izahına. İlk növbədə azaltma dərəcəsindən danışacağıq. Azaltma. Azaltma dərəcəsində bilirsiniz ki, azaltma dərəcəsi sintaktik üsulla da əmələ gəlir və sintaktik üsulla əmələ gələndə, baxın, orada kəm sözüdür, kəm, təhər, daha sonra açıq sözləridir ki, bax, bu sözlər bəzi sözlərin üzərində artırılanda artıq onlar sintaktik üsulla əmələ gəlmiş azaltma dərəcəli sifət hesab olunmur. Təbii ki, hansı məqamlarda sifət hesab olunur? Gəlin həmin məqamlara baxaq. Məsələn, kəm şirin desəm, şirin. Bilirsiniz ki, burada kəm sözü şirin sözünə bitişik yazılır. Bunların yazılışına da mütləq şəkildə diqqət yetirin. Kəm şirindir, daha sonra kəm turşdur, kəm turş. Baxın, burada kəm sözü yenə də birləşik yazılıbdır və bu xüsusda, bu məqamda kəm sözü sintaktik üsulla azaltma dərəcəli sifət əmələ gətirir. Eyni zamanda gəlin təhər sözünü artıraq. Təhər sözü. Məsələn, təhər sözü ola bilər yaşıl təhər. Yaşıl təhər. Sonra ola bilər məsələn qara təhər, sarı təhər. Və təhər sözü də qara sözünə, ümumiyyətlə rənglərə birləşik yazılır və sintaktik üsulla azaltma dərəcəli sifət əmələ gətirir. Yəni, bunlar azaltma dərəcəli sifətlərdir və təhər burada sintaktik üsulla əmələ gəlməyə xidmət edir. Eyni zamanda açıq sözünə nümunə göstərə bilərik. Məsələn, açıq, qırmızı. Bu açıq sözü isə həmin o rənglərdən defis işarəsi ilə ayrılır. Daha sonra məsələn göstərə bilərik ki, məsələn, açıq, sarı. Sarı. Yəni, rənglərin üzərində olanda heç bir problem yoxdur. Amma bəzi sözlər var ki, həmin sözlərin üzərində, demək bu kəmdir, təhərdir, açıqdır, bunlar dərəcə əlaməti əmələ gətirmir. Gəlin baxaq. Həmin sözlərimiz hansı sözlərdir? Qeyd edirəm ki, kəmsavad, sonra kəmağıl, kəmhövsələ, kəmfürsət,
Sonra açıq sözü, məsələn, açıq qəlbli. Sonra təhər sözü ola bilər ki, məsələn, bir təhər. Birinci elə qeyd edeyim nəyi? Birinci qeyd edeyim açıq qəlbli sözünü. Baxın, bu söz, bilirsiniz ki, açıq sözü dərəcə əlaməti əmələ gətirəndə o zaman defis işarəsi ilə yazılırdı və burada defis işarəsi qoyulmayıbdır. Yaxşı, bəs burada ümumiyyətlə biz bu sözü sifət hesab eləyəkmi və eyni zamanda hesab eləyiriksə hansı dərəcədə götürək? Açıq qəlbli sözü, məsələn, bu qəbildən olan sözlərimiz var, açıq qəlblidir, açıq fikirlidir. Bu tipli sözlərdə həmin o açıq sözü mürəkkəb sifətin tərkib hissəsidir. Yəni, bu söz mürəkkəb sifətdir. Mürəkkəb sifət. Məsələn, deyir ki, açıq qəlbli insan, necə insan, düzdürmü? Yəni, sifətin sualına cavab verir. Yaxşı, bəs burada mürəkkəb sifətdirsə, mən burada açıq sözünü görüb, bunu azaltma dərəcəsində, yəni sintaktik üsulla əmələ gəlmiş azaltma dərəcəli sifət götürürmü, yoxsa yox? Xeyr, götürməyəcəksiniz. Nəyə görə? Çünki açıq sözü orada dərəcə əlaməti əmələ gətirmir. Yaxşı, hansı dərəcədə olacaq? Olacaq adi dərəcədə. Adi dərəcədə işlənmiş mürəkkəb sifət hesab olunur. Daha sonra indi toxunuruq kəm savad, kəm ağıl, kəm hövsələ və kəm fürsət sözlərinə. Baxın, bu sözlər, gəlin fikir verək. Burada kəm sözü savad isminə artırılıbdır. Kəm sözü ağıl isminə artırılıbdır. Kəm sözü hövsələ isminə artırılıbdır. Kəm sözü fürsət isminə artırılıbdır. Amma biz əgər sifətdən danışırıqsa və eyni zamanda azaltma dərəcəli sifətdən danışırıqsa, demək ki, kəm sözü sifətin üzərinə artırılmalıydı ki, yəni sintaktik üsulla azaltma dərəcəli sifət əmələ gətirsin. Yəni, kəm şirin deyəndə, şirin sifətdir. Yəni, kəmin şirinin üzərinə artırılmasında heç bir problem yoxdur və yaxud da kəm turş. Amma burada savad isminin üzərindədir, ağıl isminin üzərindədir, hövsələ isminin üzərindədir. Yaxşı, indi biz bu sözləri isimmi hesab edək? Xeyr, burada savaddır, ağıldır, hövsələdir, fürsətdir. Bu sözlər isimlərdir. Amma kəm savad dedikdə, burada artıq sifət nəzərdə tutulur. Yəni, kəm savad özü bir yerdə, yəni bütövlükdə mürəkkəb sifətdir. Kəm ağıl mürəkkəb sifətdir. Kəm hövsələ insan, necə insan, düzdürmü? Sifətin sualına cavab verir. Kəm fürsət sifətin suallarına cavab verdiyinə görə bu sözlərimiz olur mürəkkəb sifət. Mürəkkəb sifət. Və eyni zamanda sual verə bilərsiniz ki, tərkiblərində kəm var. İndi bu kəmə görə, yəni kəm birləşik, burada da birləşik yazılır, burada da birləşik yazılıbdır sözə. Yəni, burada problem yoxdur. Mən bunu azaltma dərəcəsində, yəni sintaktik üsulla əmələ gəlmiş azaltma dərəcəli sifət götürürüm, yoxsa hansı dərəcədə götürürüm? Yadınızda qalsın ki, bu sözlər adi dərəcədədir. Adi dərəcə. Yəni, burada kəm dərəcə əlaməti yaratmır. Yəni, sintaktik üsulla sifət yaratmır. Burada ümumilikdə mürəkkəb sifətin tərkib hissəsi kimi çıxış eləyir ki, bu da mürəkkəb sifətdir və adi dərəcədə olan sifətlərdir. Həmçinin bir təhər sözü də burada nədir? Adi dərəcədə olan sifətdir. Çünki burada təhər sözü, məsələn, qırmızı təhər desəydim, yazaq, qırmızı təhər. İndi fikir verin. Burada rəngin təhərini bildirir. Yəni, onun qırmızı təhər olmasını, yəni qırmızıya yaxın olmasını bildirir və rəngin üzərindədir. Amma burada birin üzərindədir. Necə mən onu dərəcə əlaməti yaradan bir xüsusiyyət kimi götürürüm? Amma bir təhər sözü ümumilikdə mürəkkəb sifət hesab olunur və o da adi dərəcədə olan sifətdir. Və bu qəbildən olan başqa bir sözlər qeyd edək. Məsələn, ağ bəniz və qara bəniz. Qara bəniz. Baxın, bunlar da, bu iki söz də azaltma dərəcəsində hesab olunmur. Bu sözlər, yəni bəniz ümumiyyətlə, belə deyək də, dərəcə əlaməti onsuz da formalaşdırmır. Bu aydın məsələdir. Yanızdır dərəcə əlaməti, qara yanız, sarı yanız, bunlar da yanızdır dərəcə əlaməti formalaşdıranlar. Amma bəzən bu sözləri də azaltma dərəcəsində hesab edirlər. Amma bu yanlışdır. Bu sözlərimiz mürəkkəb sifətlərdir və adi dərəcədədir. Adi. Hər ikisi adidir.
Daha sonra demək bizim qarşımıza çıxa bilər tünd sözü ilə. Yəni çoxaltma dərəcəsində olan sözlər çıxa bilər ki, indi yəni orada tünd sözü çoxaltma dərəcəsi əmələ gətirir, yoxsa yox. Gəlin bu məsələyə toxunaq. Demək yazırıq çoxaltma dərəcəsi. Çoxaltma. Çoxaltma dərəcəsində də toxunuruq tünd sözünə. Tünd sözü bilirsiniz ki, rənglərin üzərinə artırılanda demək o çoxaltma dərəcəli sifət əmələ gətirir. Tünd, qırmızı. Demək tünd qırmızı. Tünd qırmızı burada fikir versəniz, tünd qırmızının, yəni sifətin, rəngin üzərinə artırılıbdır və defis işarəsi ilə artırılıbdır. Amma qarşımıza bu tipdə söz çıxa bilər ki, məsələn, tünd xasiyyət. Tünd xasiyyət. İndi fikir verin. Burada birinci növbədə xasiyyət isminin üzərindədir. İkinci növbədə defis işarəsi ilə ayrılmayıbdır. Demək ki, tünd sözü burada dərəcə əlaməti əmələ gətirmir. Mürəkkəb sifətdir. Mürəkkəb sifət. Və mürəkkəb sifətdirsə, demək ki, hansı dərəcədədir? Təbii ki, burada adi dərəcədədir. Dərəcə. Yəni üzərində hər hansı bir, belə deyək də, azaltma və ya çoxaltma dərəcəsinin ünsürü yoxdur. Yəni tünd sözü orada çoxaltma əmələ gətirmir. Beləcə adi dərəcədə olan sifət hesab olunur. Bir də yadınızda qalsın ki, büsbütün sözü zərfdir. Yəni o sözü sifət hesab etməyəcəksiniz. Büsbütün sözü zərfdir və belə bir sözümüz var. Məsələn, yazıram ki, bum-buz. Bum-buz sözünə fikir verin. Deyə bilərsiniz ki, müəllim, m ünsürünün artırılması ilə çoxaltma dərəcəli sifət əmələ gətirir. Məsələn, bomboz. Yazaq bura, bomboz. Düzdürmü? Burada boz sifətinin üzərinə artırılıbdır. Düzdürmü? Amma burada m ünsürü hesab etdiyimiz ismin üzərindədir. Fikir verin, isim. Buz isimdir. İsim. Burada isə sifətdir. Yəni, m, p, r və s ünsürlərinin artırılması ilə, məsələn, dostdoğma, qıpqırmızı, bomboz, bu tipli m, p, r, s ünsürləri mütləq şəkildə sifətin üzərində, sifətlərin üzərində olmalıdır ki, mən onu çoxaltma dərəcəli sifət götürə bilim. Amma burada ismin üzərindədir. İsmin üzərindədirsə, demək ki, bu hansı dərəcədədir? Ümumiyyətlə, bumbuz sözü, buz isim olsa da bumbuz sözü özü birlikdə, yəni bütövlükdə mürəkkəb sifətdir. Mürəkkəb sifətdir. Mürəkkəb sifət. Və mürəkkəb sifət olduğuna görə də dərəcə ünsürü üzərində olmadığına görə biz bunu götürürük adi dərəcədə. Adi dərəcədə. Yəni isimlərdə bilirsiniz ki, dərəcə əlaməti olmur. Əgər buz isimdirsə, m orada necə dərəcə əlaməti yaratsın ki? Yəni isimlərdə dərəcə əlaməti olmur, dərəcə əlaməti olur sifətlərdə. Yəni m, p, r, s ünsürlərinin də sifətlərin üzərinə artırılmasına mütləq şəkildə diqqət yetirin. Yəni bu qaydalar kifayət qədər rahat bir qaydalardır. Sadəcə imtahanda insan imtahan həyəcanından görmür, yəni fikir vermir ki, yəni m, p, r, s ünsürləri bəzən ismin üzərində olur və yaxud da tutaq ki, açıq sözü məsələn ismə artırılır. Orada götürüb açıq sözünü demək azaltma dərəcəli sifət götürənlər var. Yəni açıq sözü ilə bağlı məsələlərə toxunaq. Açıq. Açıq sözü. Birinci növbədə məndən qabaq qeyd dəftərinizi açırsınız və qeydlərinizə başlayırsınız. 1. Açıq sözündən sonra isim gəldikdə açıq sözü adi dərəcədə olan sifət olur və bu sözdə ayrı yazılır. Demək, açıq sözündən sonra isim gəldikdə açıq sözü adi dərəcədə olan sifət olur və bu sözdə həmin o açıq sözündən ayrı yazılır. Yəni həmin o isim açıq sözündən ayrı yazılır. Məsələn, nümunə göstərək. Yazıram ki, açıq çay. Düzdürmü? Daha sonra yaza bilərəm ki, məsələn, açıq qapı. Baxın, isimdir. Çay sözü burada isimdir. Qapı sözü burada isimdir. Düzdürmü? Bəs yaxşı, açıq sözü burada dərəcə əlaməti əmələ gətirir, yoxsa yox? Birinci növbədə yadınızda qalsın ki,
açıq sözünün artırıldığı sifətlər həmin o açıqdan defis işarəsi ilə ayrılır. Məsələn, nümunə göstərək. Açıq, qırmızı. Burada qırmızı sözü sifətdir. Sifət. Və burada defis işarəsindən istifadə olunub. Defis yox, defis. Yəni bunun vurğusunu da düzgün deyil. İn üzərindədir. Açıq sözü defis işarəsi ilə sifətdən ayrılıbdır. Amma isimlərə artırılanda baxın, defis işarəsi qoyulmuyubdur. Eyni zamanda bu sözlər isimlərdir. Yəni açıq sözünü ismin üzərində görəndə biz bunu artıq necə götürəcəyik? Adi dərəcədə olan sifət. Açıq çay, necə çay? Açıq qapı, necə qapı? Düzdürmü? Demək, adi dərəcədə olan sifət hesab edəcəyik və isimdən də ayrı yazacağıq. Yəni defissiz yazacağıq. İkinci məsələ, ikinci qeydimiz, mütləq şəkildə qeyd dəftərinizə qeyd edin. Açıq sözündən sonra feil gəlsə, indi açıq sözündən sonra həmişə sifət gəlmir, həmişə isim gəlmir, bəzən feil də gələ bilər. Baxın, burada qeyd edirəm ki, isim. Deməli, isim gələndə nə baş verir? Və burada qeyd edirəm ki, feil. Bəs yaxşı, feil gələndə nə baş verəcək? Gəlin onlara baxaq. Deməli, açıq sözündən sonra feil gələrsə, buradakı açıq sözü zərfdir. Bunu mütləq şəkildə qeyd edin, zərfdir. Və hərəkətin tərzini bildirir. Məsələn, yazıram ki, açıq danışmaq. Danışmaq. Bax, feildir, düzdürmü? Açıq sözü də feildən əvvəl gəlibdir. Demək, nə bildirir burada? Hərəkətin tərzini bildirir. Yəni, açıq danışmaq bildirir. Və demək ki, açıq sözü burada zərfdir. Zərf. Üçüncü toxunacağımız məsələ açıq sözü düzəltmə sifətlərə qoşularaq adi dərəcədə olan mürəkkəb sifətlər əmələ gətirir. Məsələn, yazıram ki, açıq, ürəkli, ürəkli. Və yaxud da yaza bilərəm ki, açıq, fikirli. Baxın, bu nümunələrdə qeyd etdik ki, açıq sözü düzəltmə sifətə, ürək ismindən ürəkli sifəti, fikir ismindən fikirli sifəti yaranıbdır. Düzəltmə sifətlərə artırılaraq, qoşularaq adi dərəcədə olan mürəkkəb sifətlər əmələ gətirir. Açıq ürəkli insan necə insan, açıq fikirli insan necə insan sifətin suallarına cavab verir və bu sözlər sifətdir. Mürəkkəb sifət. Amma açıq sözü burada dərəcə əlaməti yaratmır. Yaratmırsa, demək ki, biz bu sözləri adi dərəcədə götürürük. Adi dərəcə. Deyə bilərsiniz ki, ay müəllim, açıq sözü ürəkli sifətinin üzərindədir də. Axı, dediniz ki, yəni ismə aid olanda biz onu dərəcə əlaməti yaradan götürmürük və yaxud da feilə aid olanda onu zərf götürürük və s. Bəs sifətə aiddir axı. Sifətə aiddir, amma açıq sözü düzəltmə sifətə qoşularaq birlikdə mürəkkəb sifət əmələ gətiriblər. Baxın, görün, burada defis işarəsindən istifadə olunub. İstifadə olunmayıb ki, yəni, nümunədə də sizin qarşınıza cümlə daxilində, mətn daxilində, indi nəyin daxilində versələr, bunu birləşik verəcəklər. Və siz də bilirsiniz ki, açıq sözü qırmızı, yəni rəng bildirən sifətlərə qoşulanda dərəcə yaradır, amma məsələn, ürəkli düzəltmə sifətə qoşulanda mürəkkəb, ikisi bir yerdə mürəkkəb sifət əmələ gətirir və bu da adi dərəcədə olur. Bax, bunu da mütləq şəkildə qeyd edin. Dördüncü toxunacağımız məsələ, gəlin onu qeyd edək. 4. Demək, açıq sözündən sonra aydın və aşkar, aydın, aydın və aşkar sözləri gəlsə, defislə yazılan adi dərəcədə olan mürəkkəb sifətlər yaranır. Məsələn, yazıram ki, açıq, aşkar və yaxud da yazıram ki, açıq, aydın. İndi fikir verin. Bu defislə yazılan sözdən fərqli olaraq bu defislə yazılan söz sifətin dərəcə əlamətini yaratmayıb. Yəni, burada açıq sözləri bunda yaradıb, yəni üstəkində yaradıb, amma altdakında isə yaratmayıbdır. Yəni, aydın sözüdür, aşkar sözüdür. Bunların üzərində açıq sözünü görsəniz və onun defislə yazıldığını görsəniz, bilin ki, orada açıq sözü dərəcə əmələ gətirmir. Bu sözlər ikisi də adi dərəcədə olur. Adi dərəcə. Bunu da mütləq şəkildə qeyd dəftərinizə qeyd edin.
İndi biz toxunacağıq nəyə? Kökü sifətlə amonim olan sözlərə. Biz onlara təbii ki, testlər vasitəsilə toxunmuşduq, amma istəyirəm ki, elə bu video vasitəsilə də toxunam və demədiklərimi də elə buradan sizə səsləndirəm. Görək, vaxtımız gedirmi? Aha, davam eləyək. Bir neçə söz qeyd edəcəyəm sizin üçün. Məsələn, yaşlandı. Buruqdaçılar. Yaza bilərik ki, məsələn, düzgünlük. Düzgünlük. Sonra yaza bilərik düzəlmişdir. Düzəlmişdir. Bilirəm, deyə bilərsiniz ki, müəllim, artıq o düzgünlükdür, düzəlmişdir, bu sözlər artıq çürüdür. Yəni, istəyirəm ki, yenə də toxunaq. Ola bilər ki, mahiyyətin daha dərindən başa düşməyibsiniz. İstəyirəm həmin hissələrə bir daha toxunaq. Birinci başlayıram yaşlandı sözünü. Yaşlandı sözünü. Yaşlandı sözü birinci növbədə yadınızda qalsın ki, amonimdir. Amonim. Nəyə görə? Yəni, bu sözün başlanğıc forması iki cür düşünülə bilər. Birinci növbədə düşünə bilərik ki, yəni başlanğıc forması iki cür düşünülür necə? Yəni amonim kimi iki cür düşünür. Yəni amonim olur. Məsələn, boğazım yaşlandı desəm, burada sifət olur. Amonim variantında bir tayı boğazım yaşlandı, digər tayı isə o yaşlandı bu anlamda. Yəni demək, yaşlandı sözü, yəni başlanğıc formada amonim kimi düşünülür. Amma bizim toxunacağımız məsələ bu deyil. Sözün kökü nədir? Yaş. Məsələn, deyək ki, məsələn, Arif yaşlandı. Düzdürmü? Yapışmışıq Arifdən yenə. Arif yaşlandı. Arif sözü, yaşlandı sözünə baxırıq. Yaş sözü, sözün kökü nədir? Deyə bilərsiniz ki, müəllim, yaşlandı sözünü axı bəlkə iki cür düşünmək olur da. Yəni, o yaşlandı, bir də var ki, boğazım yaşlandı. Yaxşı, mən onu hardan biləcəyim? Təbii ki, bunu cümlə daxilində verəcək. Əgər cümlə daxilində verməyəcəksə, təbii ki, onu tapa bilməyəcəksiniz. Cümlə daxilində verəcək, bundan tam şəkildə əmin ola bilərsiniz. Sözün kökü, Arif yaşlandı da, sözün kökü nə olacaq? Sözün kökü olacaq yaş ismi. İsim. Nəyə görə? Çünki insanın yaşı olur, həmin o insan o yaşla yaşlanmağa başlayır, yaşayır. Düzdürmü? İnsanın yaşının keçdiyi mərhələlər. Bu anlamda. Demək, burada yaş isim oldu. Və onun amonimi nə olacaq? Onun amonimi olacaq yaş sifəti. Yəni, qurunun əksi olan yaş sifəti. Sifət. Əgər sizə desə ki, kökü sifətlə amonim olan variantı göstərin, cümlə daxilində də versə ki, Arif yaşlandı, orada yaş sözü isim olacaq, o sifətlə amonim olacaq. Amma desəydi ki, boğazım yaşlandı, artıq burada yaş demək, yaş sözünü sifətlə amonim formasında götürə bilməyəcəkdiniz. Yəni, burada yaş isimdir, yəni kök fərqli bir nitq səsi olsun və sonda isə sifətlə amonim olsun. Yəni, bu məsələyə toxunmağa çalışırıq. Demək, kök isimdirsə, deyə bilərsiniz ki, müəllim, bəlkə mən o hansı ki, yaş qurunun əksi olan o yaşı sözün kökü düşünürəm. Əgər o sözü kök kimi düşünürsənsə, həmin o yaşla, yəni nəmli, quru bu anlamda, yəni qurunun əksi olan yaşla insanın yaşı arasında necə bir yaxınlıq var? Yoxdur axı. Yəni biz öyrənmişik ki, kök və şəkilçi ayrımında sözləri həmin köklə şəkilçi arasında məna yaxınlığı olmalıdır. Məna yaxınlığı yoxdursa, demək ki, o sözün kökü başqa sözdür. Burada da yaş sözü iki cür düşünülür. Demək ki, insanın yaşı mənasındadır. Burada yaş isimdirsə, demək ki, kökü sifətlə amonimdir. İndi buruqdaçılar sözünə gələk. Bu sözün, yəni ilk baxışdan deyə bilərsiniz ki, müəllim, bu söz, yəni amonim olur. Məsələn, neft buruqları. Yəni, burada neft buruğu dedikdə isimdir və buruq saç dedikdə isə burada sifətdir. Yəni, sözün kökü burdur, buradan da buruq yaranır. Düzdürmü? Yəni, neft buruğu, buruq saç. Yəni, bu formada yanaşı bəzən yanlışlıq edə bilərsiniz. Nəyə görə? Burada bizdən əgər soruşursa ki, sözün kökü hansı nitq, sözün kökü sifətlə amonim olsun, sözün kökü burada burdur. Bur nə et? Kök feildir. Feil. Mən bunu necə sifətlə amonim götürürəm? Burmaq sifəti var ki, bur sifəti var ki, ümumiyyətlə. Söz buruq sözüdür. Buruq sözü, bəli, neft buruğu isim, buruq saç, burada da demək sifət olur. Yəni, sifət və isim kimi, amonim kimi götürülür. Yəni, əgər sizə desəydi ki, sözün yarandığı sözü
Yəni buruqdakılar sözünün yarandığı sözü amonim hesab etmək olarmı? Bəli, olar. Lar qrammatikdir, bununla işimiz yoxdur. Dakı leksikdir. Elə bir qayda öyrətmişdim ki, sonuncu leksik şəkilçi nəyə artırılırsa o əsas götürülür. Buruqdakı. Dakı burada sifət yaradır, düzdürmü? Dakı şəkilçisi buruq isminə, demək buruq isminə artırılıbdır. Deyək ki, məsələn, neft buruğundakılar bu anlamda buruqdakılar. Burada ismi artırılıbdır və burada əgər desə ki, sözün yarandığı sözü, sözün yarandığı söz hansı sözdür? Baxın, buruqdakı. Burmaq feili, buruq ismi və dakı da leksik şəkilçisi. Sözün yarandığı söz, söz hansı sözdür? Başlanğıc forma sifətdir. Düzdürmü? Söz sifətdir. Sözün yarandığı söz dediyinə görə baxıram həmin leksik şəkilçisinin artırıldığı sözə. Bilirsiniz ki, hər bir söz özündən əvvəlki sözdən yaranır. Yəni sözün kökündən yox. Təbii ki, buruq sözü bur sözündən yaranır. Buruqdakı söz isə buruq sözündən yaranıbdır. Sözün yarandığı söz amonim olarmı? Bəli, sözün yarandığı söz, yəni buruq sözü amonim olur. Neft buruğu, buruqsaz bu anlamda. Amma sözün kökü sifətlə amonim olmur. Yəni buradaya bir sifət yoxdur. Əgər şərtdə soruşsa ki, kökü sifətlə amonim olan variant, onda yaşlandı sözünü götürə bilərdiniz. Əgər Arif yaşlandı deyibsə, yəni cümləyə də fikir vermək lazımdır. Amma desəydi ki, buruqdakılar sözünün kökü sifətlə amonimdir, xeyr, bur sözü sifət olmur. Əgər desə sözün yarandığı söz sifətlə amonimdir, onda biz onu götürə bilərdik. Əgər neft buruğu veribsə, təbii ki, buruqsasla amonim ola bilir. Gəldik düzgünlük sözünə. Sözün kökü düz sözüdür. Düz sözündən düzgün demək sözü yarandı. Lük də leksik şəkilçisidir. Yaxşı, burada sözün kökü düz feilidir, yoxsa, yəni düz feili, feil, bir də düz sifət olur. Düzdürmü? İndi düz feilidir, yoxsa düz sifətidir. Hardan bilirəm? Gün şəkilçisi nəyə artırılır? Gəlin baxaq. Məsələn, yazıram ki, əzgin. Süz, gün. Əzmək feili, süzmək feili. Əz nə et, süz nə et. Yəni, nə et sualına cavab verirsə, demək ki, nədir bunlar? Bunlar kök feildir. Kök feildirsə, demək ki, gün şəkilçisi feilə qoşulur. Burada da düz sözün köküdürsə, demək burada feildir. Çünki gün şəkilçisi qoşulur. Gündə feilə qoşulur, sifətə yox. Kök feildir. Lük də leksik şəkilçisi olmuş oldu. İndi kök feildirsə, bu kök, yəni feil olan kök, sifətlə amonim olarmı? Bəli, olar. Yəni kök feil oldu da burada. Kök feildirsə, onda sifətlə amonim olardı. Əgər sözün kökü sifət olsaydı, o artıq sifətlə necə amonim olsun ki? Yəni düz sözü sifətdir və təzədən sifətlə amonim olarmı? Olmaz. Təbii ki, düz sözü orada dərə, təpə, düz bu anlamda isim kimi, daha sonra düzmək feili, zərf, ədat, yəni bu sözlərlə deyək ki, amonim ola bilərdi, amma düz sifəti ilə, yəni kök sifətdirsə, o zaman sifətlə amonim olmayacaqdır. Gəlin baxaq. Düz sözün köküdür, əl şəkilçisi mişdir. Əl şəkilçisi bilirsiniz ki, adlara qoşulur. Məsələn, kökəlmək. Kök sifətidir, sözün kökü sifətdir. Demək, əl şəkilçisi sifətə qoşulur. Burada da əl şəkilçisi sifətə qoşulur. Kök sifətdir. Sifət. İndi, düz sifəti, bax, burada olan düzəlmişdir. Deyək ki, bu E variantıdır da, məsələn, E variantı. E variantında düzəlmişdir sözünü verir və şərt də budur ki, kökü sifətlə amonim olan variantı göstərin. Kökü sifətlə amonim olan variantı seçin. İndi bu variantı götürə bilərdikmi? Xeyr. Nəyə görə? Kökü sifətlə amonim olsun deyir. Kökü sifət olmasın. Kökü sifətlə amonim olsun. Yəni, kök burada nədir? Sifət. Yaxşı, sifət, əgər sözün kökü sifətdirsə, o necə başqa düz sözü, yəni başqa düz sözü sifət kimi varmı? Yoxdur axı, onu amonim kimi götürək. Burada düz sözü, onlar da dərə, təpə, düz isim kimi, düzmək feili ilə, zərflə, məsələn, ədatla deyək ki, ola bilərdi, amma sifətlə ola bilməzdi. Ona görə bu variantı götürə bilməyəcəkdiniz. Bax belə,
Yəqin ki, bu video sizlərə faydalı oldu. Son olaraq dərs qruplarımız haqqında məlumat vermək istəyirəm. Əgər siz bizim ödənişli dərs qruplarımıza qoşulmaq istəyirsinizsə, ekranda göstərilən nömrəyə, yəni 055 623 1303 nömrəsinə WhatsApp-da yaza bilərsiniz. Həmin nömrəyə yazmaqla siz dərs qruplarımız haqqında ətraflı məlumat əldə edə və eyni zamanda qeydiyyatdan keçə bilərsiniz. Artıq sentyabr qruplarına qeydiyyat başlayıbdır. Artıq müəllimlər qeydiyyatdan keçməklə öz yerlərini tutublar. Qeyd edeyim ki, bu dərslər Zoom platforması vasitəsilə həyata keçirilir və eyni zamanda həmin dərslərin ekran görüntüləri, yəni video materialları da bizim qruplara göndərilir və bizim bu qruplara qoşulanlar mövzu izahlarını, Dövlət İmtahan Mərkəzinin test toplusunun izahını, həftəlik, aylıq sınaq imtahanlarının özlərini və izahlarını əldə edirlər və sual-cavab WhatsApp qrupu olur ki, həmin qrupda da mövzu ilə bağlı, təqdim edədiyimiz testlərlə bağlı sual vermə imkanı olur. Təbii ki, düşünmürəm ki, sual verəsiniz. Nəyə görə? Çünki bütün məsələlər elə formada izah olunur ki, artıq orada sual verməyə ehtiyac qalmır. Təbii ki, də gedib videonu izləməyib gəlib sual verəcəksinizsə, artıq bu düzgün olmayacaq. Yəni, dərsi izah elədim, eşitdiniz və onun video görüntüsü, video materialı qrupa göndərildi və onu da izləməlisiniz ki, yəni orada sizdə sual yaranmasın. Bu da belə. Yaranarsa da, yəni WhatsApp qrupunda biz onu cavablandırırıq. Bax, bizim dərslər bu cür keyfiyyətli dərslərdir. Qeyd elədiyim kimi, sertifikasiya imtahanı üçün kifayət qədər yüksək nəticələrimiz var. 60 bal toplayan, 50 bal, 59 ballar, 58-lər, 56-lar, 57-lər, yəni kifayət qədər yüksək nəticələrimiz var. Həm də müəllimlərin işə qəbulunda da həmçinin 96,5, yəni yüksək nəticəmiz olubdur. Ona görə də tərəddüd etmədən bizim qruplara qoşula bilərsiniz. Və tam səmimi deyim, yəni mənim Azərbaycan dili dərslərimə qoşulanlar mənim öyrətdiyim materialları, mənim verdiyim tapşırıqları yerinə yetirirsə, sertifikasiyada 25-ə 25 və eyni zamanda miqdə də 20-ə 20 yaza bilərlər. Bu onların özündən asılıdır. Çünki məndən asılı olan məsələləri mən tam şəkildə, tam ciddiyyətimlə bu işin məsuliyyətini dərk edərək, yəni onlara təqdim eləyirəm. Artıq gerisi qalır onlara. Gedib oxuyacaqlarsa, dərslərimizi diqqətlə dinləyəcəklərsə, həmin mən dediyim qeydləri qeyd edəcəklərsə, o zaman artıq onlardan yüksək nəticə gözləmək olar. Əziz müəllimlər, yəni 25-ə 25 yazmaq mümkündür. Yəni bu sizin üçün belə deyək də sehrli bir aləm kimi və yaxud da çətin bir məqam kimi görünməsin. 25-ə 25 yaza bilərsiniz və eyni zamanda 51 plus nəticə toplaya bilərsiniz ki, sizdə belə deyək də, yəni yüksək əmək haqqına sahib ola bilərsiniz. Və bunun üçün də mütləq şəkildə, yəni 2028-ci ilin sertifikasiyasına hazırlaşanlar da, yəni onlar üçün də tövsiyə edirəm ki, artıq sentyabr ayından dərs qruplarına qoşulsunlar. Yəni fərqi yoxdur, mən olum, digəri olsun, kimə qoşulursunuz, qoşulun. Əsas odur ki, artıq qoşulun, tövsiyəmiz budur ki, yəni həmin imtahana qədər mütləq şəkildə mənimsə biləsiniz. Bilirsiniz ki, 3 fən var və bu 3 fəni dərindən mənimsəməkdən ötürü mütləq şəkildə artıq ən azından birindən dərslərə başlayın, yəni bir fəndən dərslərə başlayın, digərləri də artıq gedişatda müəyyənləşdirəcəksiniz ki, yəni hansı vaxta başlayayım, necə başlayayım. Belə dəyərli müəllimlər, yəqin ki, video sizlərə faydalı oldu. Video sizlərə faydalı oldusa, videonu bəyənməyi, rəy yazmağı və paylaşmağı unutmayın. Əgər hələ də kanalımıza abunə deyilsinizsə, kanalımıza abunə olmağı da yaddan çıxarmayın. Sağ olun, gələn videolarda görüşənə qədər. Hələlik.